Növbəti rəng korreksiya mövzusu color balance. Rəng balansı, rəng tərəzisi. Baxa görək bu rəng balansı necə işləyir. Belə bir şəkil götürmüşəm. Image, Adjustment, Color Balance bölməsinə girək. Hotkey nədir? Ctrl B, macOS'da Command B, Ctrl B açıldı belə bir tərəzi. Gəlin elə bəri başdan özümüzü öyrəşdirək. Girək Color Balance'a Adjustment Layer bölməsindən. Əla. Tərəzi sol tərəfində CMY, sağ tərəfində RGB rənglər və digərlərində əgər müəyyən bir qayda, bəlkə bir etalon verə bilirdiksə, rəng balansında əksər hallarda subyektivlik var və fotoqraflar və dizaynerlər daha çox bax bu formada işləyirlər. Yəni sağa sola hərəkət elətdirib baxırsan ki, görüntü sənə hansı çalarlarda, hansı tonlarda lazım. Yəni şəkil sənə daha çox soyuq tonlardan mı lazımdır və əksinə daha isti atmosfer mi almaq istəyirsən? Əslində buradakı rənglərdən biləcəksən ki, bu dəyişiklik hansı formaya, hansı nəticəyə gətirib çıxaracaq. Amma yenə də eksperimentlər aparıb yekununda istədiyin parametrdə, görüntüdə bunu saxlayacaqsan. Məntiq bu. Amma gəlin biz qaytaraq əvvəlki vəziyyətinə. Şəkilə baxanda onsuz da bilinir ki, burada daha çox isti tonlar var. Şəkildə bir sanki biraz sinematik kino ab-havası var. Amma yəni mən bunu biraz daha neytral görüntülərə salmaq istəyirəm. Yəni bu isti, yaşıl çalarlardan xilas olmaq istəyirəmsə, o zaman sarını göylə biraz əvəzləyərəm. Yaşılı bəlkə biraz magenta ilə, çəhrayı ilə əvəzləyərəm. Yuxarı hissələri bəlkə istəmirəm ya da bəlkə qırmızını biraz siyanla əvəzləyərəm. Yəni əvvəl biraz daha isti, daha yaşıl, ab-havalı, atmosferli foto. İndi biraz daha çox soyuq rənglərə doğru getdi və bəlkə də daha balanslı göründü. Ümumi məntiq əslində ancaq budur. Hətta bununla belə bəlkə biz dərsi qutara bilərik, amma bəzi əlavə bilgilər də verək. Biz artıq danışmışdıq ki, fotonun pikselləri 3 kateqoriyada yerləşir və 3 kateqoriyaya bölünür. Yəni piksellər ya tündür, ya açıqdır, ya da orta tonlardadır. Fikir versəz, color balansı da məhz bu məntiq var. Ton olaraq hal-hazırda biz mid tondan işləyirik. Shadowlara da müdaxilə edə bilərik. Yəni orta tonların deyil də tünd hissələrin rəng balansını da biz müdaxilə edə bilərik və tərsinə işıqlı hissələri götürüb işıqlı hissələrin üzərində işləyə bilərik. Ümumiyyətlə, gəlin geri qaytaraq, adətən belə bir tövsiyə olunur ki, spesifik ağ və ya çox tünd şəkilləri qırağa qoysaq, orta statistik bir fotoda rəng balansına müdaxilə etmək istəyiriksə, əsasən elə mid tonda işləyib bu ilə də işi tamamlaya bilərik. Yəni shadow və ya highlights bölməsinə girib, yəni tünd hissə və açıq hissələrin rəng balansına müdaxilə eləmək bir o qədər də yaxşı nəticə vermir. Hətta biraz sonra ağ rəngin balansını biz poza bilərik ki, onu da bərpa eləmək biraz çətin olacaq. Ümumiyyətlə bu istənilən bir foto götürür. Məsələn, ən məşhur nümunə. Axşam vaxtı evdə bir şəkil çəkin. Evin sarı işıqlarının təsirindən ümumi foto daha çox isti, sarımtıl, narıncı görünüşlərdə olacaq. Götürün bax həmin o fotonu biraz daha balanslı hala salmağa çalışın. Oradakı o isti rəngləri soyuğun hesabına, isti rəngləri soyuğun hesabına dəyişib daha balanslı hala gətirin. Görək nə alınacaq. Color balans ümumiyyətlə bu ən sadə, bəlkə də sırf dizaynda çox da aktiv istifadə eləmədiyimiz, amma bir fotoqrafın kifayət qədər tez müraciət elədiyi bir rəng korreksiyası mövzusudur. Növbəti dəfə fotoların ağ-qara edilməsi mövzusuna baxacağıq, o ilə tanış olacağıq. Növbəti dərsdə görüşərik.